Müslümanlar, Şiə, Sünni, hamısı əl-ələ verdilər bir qardaş kimin və Peyğəmbərə təhqir olan məsələnin bərabərində öz etirazların dünya miqyasında bilindirdilər. Gördülər ki, vay, qələt eləyiblər. Gördülər ki, iştibah eləyiblər. Gördülər, səhv eləyiblər. Başa düşdülər ki, yox, deyəsən bizim bu işimiz səbəb oldu. Müsəlmanlar daha çox birləşə, dedilər, onda gəlin Şiə ilə Sünninin arasına ixtilaf salaq. Gedin İmam Həsən Əskəri, İmam Hadi əleyhissalamın mərqədin uçurdun və deyin Sünnülər elədi. Amma biz bilirik ki, Sünnülər bu işi görməyiblər. Sünnülər bizim qardaşımızdır. Onlar bizim gözümüzün işıqıdır. Biz də onların qardaşı yox. Onlar bizi sevir, biz də onları sevirik. Tarix boyu biz belə yaşamışıq. Onların öz əqidələri özlərinə möhtərəm, bizim əqidəmiz bizə möhtərəm. Onlar da Əhl-i Beyti sevirlər, biz də sevirik. İndi o deyir, birincidir, dördüncüdür, neynək, dördüncü olsun. Eybi yoxdur. O özümüzün məsələmizdir. O Məsihiyyətə aid olan şeydir. O dünyanın siyasi insanlarına aid olan şeydir. O bizim öz daxilimizdə olan məsələmizdir. Hər evdə bir ola bilsin, söz ola, söhbət ola. Öz evimizdə biz onu onlarla həll eləyərik. İndi nə Əli əleyhissalam buradadır, nə başqası buradadır, nə də xəlifələr dirilib deyə şansı olsun. Bir idi də qutarıb gedib, 4 idi də qutarıb gedib. İndi biz müsəlmanlar yer kürəsində yenə də deyək, dünya bilsin, müsəlmanlar sülh istirlər, müsəlmanlar səmimiyyət istirlər, amma müsəlmanları qoymurlar. Bax, İmam Həsən Əskəri əleyhissalamın o gözəllikdə mərqədi, bütün müsəlmanların eşqi olan yer diyorlar. Həm Əhl-i Şiə, həm Əhl-i Sünni, hamısı Əhl-i Beyti sevir, hamısı Əhl-i Beyti istir, Əhl-i Beyti istəməyən müsəlman yoxdur.